çətin bir şey yoxdur. İnsan Allaha itayət elədiyinə görə Allah bəndəsinə sadəcə lütf eləyir, inayət eləyir. Mükafat insan ruhunun gözəlliyinə görədir. İnsan öz ruhunu gözəl saxlayıb, gözəlliyi də gözəlliklə mükafatlandırırlar. Ümumiyyətlə, din aləmi başdan ayağa gözəllikdir. Mükafat da bu gözəlliyin tərkib hissəsidir. Dinə ki, daxil oldun, gözəllik aləminə, gözəllik vadisinə daxil olmuşsan ki, hər şey orada gözəldir və mükafat da o gözəlliyin ayrılmaz hissəsidir. İnsan dinə gəlibsə, böyük bir hünər eləməyib, valla. İnsan dinə gəlib, insanın ruhu başdan ayağa din üçün qurulub. İnsan ruhunun bütün quruluşunu, baxsan görərsən ki, insan ruhu dinə əməl eləməyə uyğun düzəldilib, yaradılıb. Adam var, 40 yaşı var, deyir, hələ araşdırıram mən. Araşdırıram, görüm bu dinə lazımdır əməl eləməyə yox, araşdırıram, görüm bu din ümumiyyətlə nədir, nə deyil. 40 yaşa qədər araşdırılası mövzu deyil. Dünən də bir məclisdə dedim ki, adam istəyir, desin ki, get işinlə məşğul ol. Özünü itirmirsən, özünü aldadırsan. Sən özünə bir dənə baş vur içvə bax, sənin bütün hüceyrələrin Allah deyir. Səni belə yaradıblar, sənin təyinatın budur. Nə araşdırırsan sən? 10 ildə araşdırır bu. Din 10 illərlə araşdırılacaq bir məsələ deyil ki, araşdırım, görüm necədir bu. Dini araşdırarlar, dində ola. Dinlə tanış olub, dinin özü və uyğunluğunu bilmək üçün az müddət lazımdır. İnsan öz içinə baxsa görər ki, dinsiz mümkün deyil. Dinsiz yaşamaq mümkün deyil. Mən yenə də deyirəm, bax, bu çox baş sındırmaq lazımdır. Biləsən, bu stakan su üçün yaranıb. Oturaq illərlə baxaq, bu nə üçün yaradıblar görəsən bunu? Baxan kimi bilirsən ki, bunun içinə mayə doldurmaq lazımdır. Çətindir bunu düşünmək. Avtomobilin quruluşuna baxırsan, deyirsən, bu hərəkət üçündür. Yox, mən hələ araşdırım, bir 10 il görüm, bu avtomobil doğrudan da bunu sürmək üçündür, yoxsa üstünə çıxmaq üçün. İnsan öz quruluşuna da baxır, görür ki, təyinatı quruluşunda gizlənib. Təyinatı üzrə özündən istifadə eləmək, yəni dinə əməl eləmək. İnsanın bütün varlığı, quruluşu din üçündür. Bu çox asan gəlinən nəticədir. Qiyamət gününün adı nədir? Yevmul həsrə. Qiyamət həsrət günüdür. Peşmançılıq günü. Sual verirəm sizə, niyə insan həsrət çəkir qiyamət günü? Cavab, pərdələr çəkilir, insan görür ki, çox asan iş imiş din. Amma bunu görməyib. Bildiniz? Yoxsa niyə həsrət çəksin ki? Görsə ki, çox çətin iş imiş din, haqq verər də özünə, deyər, çətin eləyənmədim də. Adam nə zaman peşman olur? Həsrət çəkir. İş çox asan ola, eləmədim. Düzdür? Qiyamətdə məlum olur ki, sən demə, din çox çətin imiş, insan həsrət çəkir. Nəyin həsrətin? Əksinə qiyamətdə hamı Allahla davaya çıxar ki, çətin eləyənmədim, nə istəyirsən məndən? Elə deyil. Çəkişməyə yaranar insanla Allah arasında. Amma qiyamət günü hamı peşmandır. Bilirsiniz niyə? Pərdələr çəkiləndə görəcək ki, nə qədər asan imiş və nə qədər artıq inkişaf eləyə bilərdim. Yaxşılar buna görə həsrət çəkir. Ki, bundan qat-qat yaxşı ola bilərdim. Çünki çox asan idi məsələ. Və pislər də ona görə peşman olur ki, yaxşı olmaq asan iş imiş. Qəlizləşdirmişəm, çətinləşdirmişəm. Ona görə bütün insanlar ah çəkir. Bu ah dünyadakı ahdan deyil, ruhun dərinindən çıxan ahdır. O aha əlac yoxdur. O bizim gördüyümüz peşmançılıqdan deyil, dünyadakı həsrətdən. O həsrət dərin həsrətdir, vücudu həsrətdir. Bütün vücudu həsrət odununda yanıb yaxılır insanın. Çünki bir sadə həqiqəti başa düşür ki, din nə qədər asan imiş. Mən bunu özümə çətinləşdirmişəm, mənə qəliz gəlirdi. Və mən niyə buna əməl eləmədim? İndi biz bunu başa düşmürük. Çoxumuzu danışdırsaq,
Məsələn, soruşsalar ki, sən niyə Allah dostlarından deyilsən indi, övliyalardan deyilsən, ariflərdən deyilsən? Cavabımız nədir? Bacarmıram. Bacarmıram, yəni nə? Yəni çətindir. Yəni çətindir. Hamı deyər ki, çətindir. Çox çətindir. İnsan oğlunun düçar olduğu ən böyük səhvlərdən biri dini çətin görməsidir. Mən bunu açmaq istəyirəm bu 3 gündə, Allah qismət eləsə, 3 gecədə. Şeytan bu düşüncəni bizə gecə-gündüz təlqin eləyir. Çətindir, sənlik deyil bu. Biz də inanırıq şeytana. Allah da bu yandan deyir ki, qulaq asmayın ona, mən göndərmişəm bu dini, sizi də mən yaratmışam, deyirəm asandır. İndi gəlin seçim eləyək, hansı düz deyir? Din əvvəldən axıra asandır. Deyə bilmərik, dinin aşağı mərtəbəsi asandır, yuxarı getdikcə çətinləşir. Qətiyyən. Qətiyyən. Allah demir, dinin bir hissəsi asandır. Deyir, yuridullah, bikumul yusr. Allah sizin üçün asanlıq istəyir, dindən danışanda deyir. Din əvvəlindən axırına qədər asandır. Əksinə daha yuxarı getdikcə, yuxarıda olanlar bizdən daha çox deyirlər ki, din asandır. Ona görə onlar daha xəcalətlidirlər Allahın qabağında. Fikir vermişsiniz, arif olduqca adam xəcaləti artır. Qürrələnmir. Dayıda kisilir, deyir, nə asanıymış bu? Mən bir filmdə görmüşdüm, bir nəfər şəhid olur, xanımdır, ruhu bədənindən çıxan kimi qəşəng çəkmişdilər, o həmişə beynimdə qalıb. Deyir, atası da şəhid olur, atasına qovuşanda, birinci görüşəndə deyir, nə asanıymış? Nə asanıymış bu? Şəhadət, şəhadət. Çox asanıymış, başa düşsün, yolunu tapsın. Adam yuxarı getdikcə dində daha çox borclu olur. Yuxarı məqamda olan adamlar indidən ağlamağa başlayırlar. Həsrətləri indidən başlayıb, qiyamətə qalmayıb. İndidən başlayıblar ağlamağa, həsrət çəkməyə ki, asandır bu din, biz yaxşı əməl eləyə bilmirik. Asan bir işə. O qədər borclu bilirlər özlərini Allaha. İnsan qabağa getdikcə dində dinin asanlığını başa düşür və alışıb yanır. Hamı deyir ki, daha yaxşı ola bilərdim. Çox asandır. Yuxarı getdikcə adamın başqalarına da daha çox ürəyi yanır ki, bu qədər asan bir dinə niyə əməl eləmirsiniz, özünüzü bədbəxt edirsiniz? Fikir vermişsiniz, övliyalar insanlara ürəyi yanır. Günahkarlara qəzəbli deyirlər, günahkarlara ürəkləri yanır. Qəzəb də hərdən bilsən necə olur, adam sevdiyindən birini, dişini qıcıyır ki, o da bir sevginin təzahürü olur, qəzəbləri də onların. Böyük adamların. Dindarlıq çox asandır. Deyə bilərik ki, məsələn, maşın sürmək hər adamın işi deyil, bu xüsusi adamlar üçündür. Maşını nə üçün, avtomobili niyə istehsal edirlər? Kütlə üçün, hamı üçün. Əsasən də hamı bacarır. Bir-iki neçə nəfər mənim kimlər var ki, bacarmır. Amma biraz öyrənirsən, bacarırsan, asandır. Mən qıraqdan baxıram, deyirəm, ay Allah, bir güzgü var yuxarıda, bir sağda, bir solda, bir arxaya bax, sağdan gələnə bax, soldan gələnə bax, bu pedalları idarə elə. Deyirsən, Allah, bu qədər işi bir saniyədə necə görürsən? Amma görsən, necə avtomatik bunu eləyirlər. İndi avtomat maşınlar, avtomat idarə olunan, avtomatik üsulla onunla daha rahat daşıb. Daha rahat. Düz deyə bir fənni var, öyrənmək lazımdır, təlim keçirlər, yollarını öyrənməlisən. Amma öyrəndikdən sonra və bir müddət əməl elədikdən sonra görürsən ki, heç buradan harası gedir, heç bilmədi, haçan getdi, çatdı yoldan. O qədər rahatlaşıb onu icra eləmək. Mən desəm sizə ki, din maşın sürməkdən də asandır, heç kəs inanmayacaq. Heç kəs burada inanmayacaq. Bəlkə mən danışıram, heç kəs mənim sözümə inanmır ki, bu nə danışır, necə asandır. Asandır, ben niyə 5-10 nəfər çıxır, yuxarı qalanlar qalb elə avara, heç kəs əməl eləyə bilmir. Bəs ona görə dedim də, bu dərin yanlışlıqdır. Bu elə bir dərin faciədir bu yanlışlıq ki, bizi bugünə qoyub. Biz bu dərdə düşmüşük. Bu şeytanın ən böyük
hiləsidir deyə biz hələ indi də inana bilmirik ki, bu danışır da öz üçün necə yəni asandır. İnsan din üçün yaranıb, insanın bütün vücudu dinə tam uyğundur. Yer göy insanın dindar olmaq üçün həmahəng qurulub. Hər şey əl-ələ verib bizi dinə yönəltsin. Hər şey bu dünyanı belə nizamlayıblar ki, biz bu dinə əməl eləyək. Hər şey əl-ələ verib bizə kömək eləməyə. Bu qədər bizim köməkçilərimiz var. Öz vücudumuz özümüzün köməkçisidir. Biz başqa bir şey üçün yaranmamışıq. Hər bir şey necə bir məqsəd üçün yaranıb, biz də bunun üçün. Bu sözü mən sizə 100 dəfələrlə demişəm bu məsciddə. Bu, indi deyəcəyim sözü. Çox demişəm. Amma sözlər var ki, bərəkət var da onda. Görürsən ki, hər mövzuya gəlir, düşür ona görə. Cəmaat içində Arif kimi tanınan bir adamdır, Həsən Bəsri. Yəqin ki, adını eşitmişsiniz. Həsən Bəsri övliyalardan sayılırdı. Elə bir söz demişdi. Dedi, Vallah mə ə'cəbu mimmən hələkə keyfə hələk və ləkin ə'cəbu mimmən nəca keyfə nəca. Həsən Bəsri dedi ki, and olsun Allah'a, mən bir adam həlak olanda təəccüblənmirəm ki, necə oldu həlak oldu. Nicat tapanda təəccüblənirəm ki, necə oldu nicat tapdı. Deyir, həlak olmaq təbiidir, nicat tapmaq çətindir. Belə bir söz dedi. Bu sözü gəlib İmam Səccad əleyhissalama dedilər ki, Həsən Bəsri belə söz deyib. Dedi, biz Əhl-i Beyt başqa cür deyirik. Mən deyirəm ki, Vallah mə ə'cəbu mimmən nəca keyfə nəca və lakin ə'cəbu mimmən hələkə keyfə hələk. Vallah mən təəccüb eləmirəm bir adam nicat tapanda, həlak olanda təəccüb eləyirəm ki, bu qədər hidayət imkanı ola necə oldu, həlak oldu, bu təəccüblüdür. Görürsünüz, 2 dənə fərqli mərifət. Əhl-i Beyt məktəbi bunu deyir. Deyir, bir adam nicat tapdısa, təəccüblü deyil, həlak oldusa təəccüblüdür ki, bu qədər rəhmətə doğru getmək imkanı olduğu halda ona görə cəhənnəmə gedən bir adamın üzrü olmayacaq. Ona görə cəhənnəmə gedən pis adamlardır. Mən də sabah getsəm pis adamam. Kim getsə pis adamdır. Cəhənnəmə gedən yüzlərlə, minlərlə rahat imkandan istifadə eləmədi. Ona görə biz bəzi adamlara rahat lənət oxuyuruq. İş çətin olsaydı deyərlər, lənət niyə oxursan? Bacarmadı da adam. Niyə görə deyir, Allah lənət eləsin filan kəslərə? Çünki asan bir işi görmədilər. Çünki içlərində çox murdar xislətlər var idi ki, asan bir işi görmədilər. Ona görə lənət düşür onlara. Bizim çoxumuz niyə görə qabağa getmirik dində? Şeytan bu zəhərli fikri beynimizə yerləşdirib ki, çətin işləşir. Çətin işlədiyinin evin yıxıldı. Elə bil ən yaxşı maşın, mənim çox maşından filandan başım çıxmır. Həqiqətən, valla, bunun şey üçün demirəm. Amma bilmirəm, indi bir saat məsələn maşınların sürəti nə qədərdir? Təxminən 300-ə yaxın olar da, yox, elədir. Məsələn, bir dənə ən yaxşı model maşın alasan, 300-lə gedə bilən maşın, deyəsən ki, 50 ilə gedir bu. Mənim maşınım 50 ilə gedir. Cəmaat deyər ki, bu nəsə anormal haldır, necə yəni, bu 50 nədir? Bu, yüksək sürətli maşındır bu. Get bir bax gör, nəsə düzgün deyil bu 50 ilə gedir. Bizim vücudumuz çox sürətlə gedə bilən o maşın kimidir ki, biz asta-asta gedirik və bunu normal sayırıq. Normal sayırıq. Ustaya apar göstər, dərdüvə əlac elə. Bu maşını düzəldiblər, bu sürətli maşındır. Necə yəni 50 ilə gedir, sən də oturmuşsan rahat. Bunun elə ləzzəti bundadır ki, qaza qoyasan ayağı, uçsun getsin. Bunu bunun üçün düzəldiblər. Sən insanı da çox sürətli yaradıblar. Biz oturanlar burada hamımız qaniyik. Gedirik də yavaş-yavaş. Gedirik yavaş-yavaş. Faciədir. Get dərdüvə dərman tap. Niyə görə yavaş-yavaş gedirsən axı? Sən bərk getmək üçün yaranmısan. Sürətli hərəkət eləmək üçün yaranmısan. Sürətli getmək üçün bütün imkanların var. Rahatdır sənin üçün. Niyə görə ilişib qalmısan? Cəmaatın da yolun kəsirsən. Yavaş-yavaş gedəndə yolu kəsir axı maşın. Arxadan siqnal verirlər. Nə qədər adamın yolunu kəsmişik, dinə gəlmə yolunu, yavaş getdiyimizdə. Bizə baxır, deyib, bunun gününə düşməkdən sizə. Elə gedim, bunun nə dünyası var, nə axirəti. Mən yenə yaşayıram da bir təhər. O sürətlə öbürlərini də yolunu saxlayırıq, yolunun qabağını alırıq. Allah bizə deyim də belə, təxminən belədir ki, fəryad eləyir Quranda. Fəryad eləyir ki, çox asandır, girin meydana asandır.
Biz gərək başa düşək, anlayaq bunu. Və təlqin eləyək özümüzə. Bizə bəziləri uzaqdan baxır, deyir, vay, gündə 3 dəfə namaz qılırsınız. Mənə deyiblər, hərbi xidmətdə olanda. Dəstəmaz al, namaz qıl. Mən indi soruşurum, nə çətindir məsələn, burada oturanlar, dəstəmaz al, namaz qıl. Bir bu deyirsə, dəstəmaz al, namaz qıl, bir də deyirsə, dəstəmaz al, namaz qıl. Budur fərq. Yanaşmadadır fərq. İşdə deyil. Dəstəmaz alırsan, namaz qılırsan. Hətta yavaş-yavaş görürsən ki, daim dəstəmazda olmaq da asandır. Sonra yavaş-yavaş başa düşürsən ki, daim dəstəmazda olmamaq çətindir. Necə yəni adam dəstəmazsız gəlsin? Və yavaş-yavaş dinə əməl elədikcə bir üstünə başa düşülür adama. Görürsən ki, dinə əməl eləmək əksinə çox asandır və bir şey başa düşürsən ki, sən demə dinsizlik çətin imiş. Tam əks nəticəyə gəlirsən. Din nə qədər asan imiş, sən demə dinsizliyin nə qədər çətin imiş. Dinsiz yaşamaq qədər çətin iş var, valla çətindir. Adam da dinsiz yaşayar, dinsiz yaşamaq çox çətindir. Bəziləri var, məsələn, gündə gecə ibadət edir, bizim kimlərə baxır, deyir, bunlar necə yaşayır? Gecə yatıblar, gün çıxanacan. Çətindir valla belə yaşamaq. Gecə ibadət eləmədən yaşamaq çətindir. Çox çətindir. Gəlin zehnimizi təmizləyək xanım Fatimə Zəhra məclisində. Qismət olub bizə. Bilmirəm, necə olacaq gələn illər, qismət Allahın əlindədir. Bugünkü bu bərəkətli məclisdə əyləşmişik, oturmuşuq. Zehnimizi təmizləyəndə reallığı görməyə başlayırıq. Reallıqda da gördüyümüz nədir, görəcəyimiz budur ki, din çox asandır. Bir alim gözəl bir söz deyir. Çox gözəl söz deyir. Allah çətinliyə mükafat verməli olsaydı, dinsizlərə görə mükafat verərdi. Mükafat çətinliyə görədirsə, deyərdi ki, halaldır sizə, dinsiz necə yaşadınız siz? Adam da dinsiz yaşayar. Minnətdaram sizə, halaldır sizə. Bu çətinliyə necə dözdünüz? Allahsız yaşadınız siz. Faciədir, insan dinsiz yaşayır. Faciədir. Qərar bu olsaydı ki, çətinliyə mükafat verilsin, gərək birinci mükafatı dinsizlərə verərdilər. Dinsiz yaşadıqlarının çətinliyinə görə. Mən hərdən baxırdım qabaq, özüm böyük adam deyiləm, amma baxırdım, məsələn, qoca kişilər də oturublar məhəllədə, hələ 2 rükət namaz qılmayıblar. Ömür gəlib 70-80-də oturub domino oynayırlar, ölümlərini gözləyirlər. Fikirləşirdim ki, bunun yerinə olmaq çox çətindir. Sonrası nə olacaq? Yaşayıb da elə inersiya üzrə hərəkət eləyib, indi gəlib ömür çatıb 80-da, oturub domino oynayır, gün keçirdir. Qabaqda da bir qaranlıq var. Bu çətindir, yoxsa dindarlıq çətindir? Vallahi bu çətindir. Adam deyir, 1 dəqiqə ilə yaşasa ürəyi partlayar adamın. Ürəyi dayanar adamın. Dərd dəməlli başdır. Gərək o qədər inanasan ki, din asandır ki, dindarlığın çətin olduğunu başa düşəsən. Bu həqiqətdir. Kim bu həqiqəti görməsə özünü aldadır. Məsələn, Allah niyə cənnətə aparır biz onda? Ana niyə yemək verir uşağına onda? Ananın analığı da yemək verir uşağına, yemək pişirir, verir. Gərək uşaq zəhmət çəksin, çətinliyə düşsün ki, ana uşağına yemək versin, yox. Ananın analığı bunu tələb edir. Allahın Allahlığı tələb edir ki, bizə cənnət versin. Yoxsa heç nə düşmür bizə. Elə bilmiyorum, biz haqq eləmişik cənnəti. Qazanmışıq, qazanmamışıq. Allahdır da, Allahdır. Bizi ilə lütf eləyir sadəcə, Allahlığın göstərir. Rəhmətin, mərhəmətin göstərir. Atalar gedir, burada çoxu atadır, cavanların da, cavan ailələr var. Gedir, işləyir, çalışır, uşağına yemək verir, baxır, uşağı yiyir, zövq alır. Uşaq keyf elədikcə ata zövq alır. Niyə? Niyə atadır? Ona görə ata da adı üstündədir. Allah da, Allah da, Allah deyə cənnət verməlidir də. Verməlidir nə mənada? Öz-özünə vacib eləyib. Heç kəsin tələbi olmamalıdır ondan. Allah ərhəmər rahimindir. Xoşdur bəndəsi ləzzət alsın. Xoşdur bəndəsinin zövq almağı ona xoşdur. Çünki Allahdır. Ona görə. Gəlin şeytana aldanmayaq. Şeytan bizi aldatmasın.
O hey aldadır. Səhər durmağı var, filan şey var. Rədd eləyəsən gəlin o başından. Deyəsən, harası çətindir? Sən məni çətin yola salırsan, dolaşığa salırsan. Allah məni asanlığa dəvət eləyir. Sözüm möhkəm olsun deyə bir ayə dedim, Quran ayəsi. Yenə də ayələr qismət olsa deyəcəm, hələ inşallah qismət olsa. Bir iki də hədis deyim ki, inanasınız mənə. Buyurur ki, Bu'istul hanifiyyətil səmhə. Peyğəmbər buyurur ki, mən hənif və asan dinlə göndərilmişəm. Hənif bilirsiniz nə deməkdir? Fitrətə uyğun din. Bayaq dedimi? İçə uyğun din. Mən hənif və asan dinlə göndərilmişəm. Sizə uyğun bir dindir bu. Əynünüzə biçilmiş paltardır. Bəzi adamlar Peyğəmbərin zamanında dindar idilər, özlərini yersiz çətinliyə salırdılar. Peyğəmbər əsəbləşirdi. Əsəbləşirdi, deyirdi ki, niyə ailələrinizi qoymusunuz, getmişsiniz məsciddə, özünüzü yersiz çətinliyə salırsınız. Deyirdim, mən Peyğəmbərəm, yeyirəm, içirəm, ailəmlə münasibətim var, ibadət edirəm. Niyə görə özünüzü yersiz çətinliklərə salırsınız? Bəzən din təbliğatçıları da dini çətinləşdirir, bu məsələdə var. Bu məsələdə var. Bizim din tanıtdırmaqda nöqsanlarımız çoxdur. Gəlin bunu etiraf eləyək. Biz din tanıtdırmaqda ciddi xətalara yol vermişik. Nöqsanlarımız çoxdur. Peyğəmbər məazı göndərir təbliğat üçün. Elə bil öz adından bir yerə təbliğata göndərir. Ona yolda bir kəlmə söz deyir, yola salanda. Deyir ki, yəssir və la tuassir. Asanlaşdır, çətinləşdirmə. Bu Peyğəmbərin din təbliğatçısına tövsiyəsidir. Biz əksinə hərdən, mən valla baxıram, deyirəm ki, yaxşı sözü elə şəkildə dedik ki, xarab elədik sözü. Söz düz sözdür, onu ən eybəcər mümkün olan, ən eybəcər formada deyirik. Ürəyimdə deyirəm, axı, niyə belə eləyirsən, niyə xarab elədin bu həqiqəti, bu cümləni? Dini asanlaşdır o mənada yox, bəziləri qayçılıyır. Cəmaatın xoşuna nə gəlir? Falan şeydən xoşu gəlmir. Yoxdur dində bu. O mənada yox, asanlaşdır, yəni qayçını götür, məsələn, cəmaata sərf eləyən hissələrini çıxartdı. Yox, zaten asandır. Mane olma, öz emosiyaları bu qatma sadəcə, asan olacaq. Olduğu kimi dinə. Din elə təbliğ olunmalıdır ki, motivasiya yaransın, din elə təbliğ olunmalıdır ki, cəmaat həvəslənsin. Biz isə dini ittiham qarşısında qoyuruq. Elə din təbliğ edirik ki, bax, and olsun Allah, elə din təbliğ edirik ki, istənilən ittiham yapışır bu dinə. Biz dini ittiham qabağına qoyuruq ki, nə desələr yapışdırmaq olur, müsəlmanların ucbatından. Müsəlmanlar elə rəftar edib ki, ən pis ittihamı dinə yapışdırmaq rahat olur. Buna biz günahkarıq. İttihamlardan biri bir üstünədir, ən biabırçı ittiham, din inkişafa mane olur. Dinin mahiyyətinə zidd ittihamdır bu. Bunu kim fikirləşib? Ziyalıları qaçırtmaq üçün fikirləşiblər. Adam ziyalıdır, baxır, elə bir obraz yaranıb ki, buna baş qoşsam mən bu işə. Biz qaldıqda inkişafdan qaldım mən. Avropa inkişaf edib dinsiz, müsəlman, hamısının cavabı var dəqiq. Qulaq asan yoxdur ki. Hamısının cavabı var. Qulaq asan yoxdur, əlac nəyə qalıb? Əlac budur ki, göstərəsən. Onda biz axsayırıq. Bir şeyə ki, qulaq asmırlar, gələk göstərəsən, görsün gözü ilə. Sözə qulaq asmayanda gələk göstərəsən də ki, bu din inkişafa mane olmur. Hünər ondadır, bir dindar çıxsın, bunu yaşayışı ilə göstərsin. Bunu göstərə bilsin. Bəziləri də zehnində bir dənə yanlış din yaradıb, onu tənqid eləyir bütün günü. Deyirsən ki, ay qardaş, sən zehnində olan İslam deyil, sən tənqid elədiyi, mən də eləyirəm. Əl çəkmək istəmir. Çörək ondan çıxır bəzi adamın. Çörək ondan çıxır, dini tənqid eləməkdən çıxır. Məhşurluğu o cür təmin olur. Ziyalı bəs restini necə eləsin bu? Həyatda bir şey yoxdur. Başlasın dinə kəskin sözlər deməyə, cəmaat düşün falan, müasir inkişaf eləmiş adam. Bunun da əyləncəsi budur da bu adamın. Bunun da məşğuliyyəti budur. Həmişə müdafiə mövqeyində dayanırıq.
Həmişə ittiham olunuruq və ittihamlara cavab veririk. Həmişə. Nə vaxta qədər biz... İslam terror dini deyil, ayıb deyil bu. Nə qədər biz dünyaya özümüzü təmizə çıxartmaq üçün, İslam terror dini olar, din terror ola bilər, necə yəni? Hələ bu dünya güya başa düşməyib ki, İslam terror dini deyil. Bir-iki dənə nadan cərəyanların vasitəsilə özləri bu görüntünü yaradıb, özləri də tənqid edirlər. Ay insanlar, dünyada heç kəsin deməyə sözü qalmayıb, xəbəriniz var, deyib tükəniblər. Bizim indi o zamanımızdır ki, özümüzü təqdim eləyək və o çürük məktəblərə qarşı hücuma keçək, elmi müstəvidə. Bizim indi o zamanımızdır. Day hamı ilə evləndiriblər bir-birini. Üzr istəyirəm, dönə-dönə üzr istəyirəm burada xanımlar da. Eyni cinslər evlənir, heyvanla olar, hər şeylə, daşla, divarla, hər şeylə. Buna indi mən tutarlı arqument gətirib, mən müdafiə olmalıyam bunun qarşısında. Elə də fəza yaradıblar ki, bu şeylərin qabağında din hələ də müdafiə olunur. Dünya çempionatında baxdıqsa, 2 dənə səhnə gördülər, təsirə düşdülər ki, müsəlman komandanın, oyuncuların anaları gəldilər, onları təbrik elədilər, yazırdılar. Mən elə ona baxanda dedim ki, bu çox müsbət təsir eləyəcək. Sonra da gördüm, yazırdılar ki, biz öyrəşmişik ki, üzr istəyirəm, oyuncuların o sevgililəri gəlsin, yəni mən bəzi komandalar ağzını tutur ki, bizə olmaz da indi o filan şeydən danışmaq filan. Belə bir məqamda ailə dəyərini göstərir. Sadə bir şeydir. Bizim üçün çox sadə bir şeydir. Amma görürsünüz bir dənə səhnə nə qədər onlara müsbət təsir göstərir. Onlar insan deyil, onlar insandır, yorulublar özdə bunlara təlqin olunan o yoldan. Teşnədir, insanlıq teşnədir. Bizim deməyə sözümüz çoxdur. Biz müdafiə olunmamalıyıq. Biz indi o çürük, saxta mədəniyyətə qarşı mövqeyimizi ortaya qoymalıyıq. O zaman gəlib çatıb. Din çox asandır və mənim bu sözümə hələ də sizdə şübhə yarana bilər. 2 gün mənə möhlət verin, görüm nə edirəm. Sizə, əstəğfurullah, siz başa düşən insanlar, sizə bəlkə deyirəm, qorxuram, yaxşı izah eləməyim ona görə. Fikir yaranır ki, bəs cihad var dində, oruc var dində, sübh oyanıb namaz qılmaq var, gecə namazı var, filan var. Deyərəm inşallah da, fürsət olsa deyərəm. Əleyhissalam buyurur ki, İnnəlləzi tulibə minkum ləyəsir. Sizdən tələb olunan çox asandır. Həzrət Əli deyir. Və innə səvabəhu ləkəsir. Savabı isə çoxdur. Özü asan qafiyələndir Həzrət Əlinin sözləri. İnnəlləzi tulibə minkum ləyəsir və innə səvabəhu ləkəsir. Sizdən tələb olunan çox asan şeydir, mükafatı isə çoxdur. Az qalıb Rəcəb ayına, Rəcəb ayının gündəlik duasını yadınıza salın. Ya mən yu'til kəthirə bil qəlil. Ey aza çox verən Allah. Az işə, asan işə, rahat işə çox mükafat verən Allah. Mükafat o qədər çoxdur ki, elə bir iş çətindir. Demirik ki, bu Allah kərimdir, Allah rəhəmlidir. Mükafat ki, əbədi cənnətdir, biz baxırıq elə bir işimiz çətin idi. Yox, sən onu Allahın rəhmətinə yaz, öz işi və niyə yazırsan ki sən? Mükafatın böyüklüyü bizi çaşdırır ki, yəqin böyük iş görmüşük ki, bizə əbədi cənnət verirlər. Deyilən, heç nə eləməmişəm, Allahdır deyə mənə əbədi cənnət verir, yoxsa mənə heç nə düşmürdü. Özü də deyir, ey Davud, izzətimə and olsun ki, ədalətə qalsa, hamı əli boş qalar. Ən yaxşı bəndələr də. Mənəm ki, lütf eləyirəm. Dini çətin görən adamlar yorulur və zövq almır dindən. Dini çətin görən adamlar əsəbi dindar olur, başqalarına acıqlı, aqressiv dindar olur. Din bizi nəyə çağırır? Müsabiqəyə. Din bizi yarışa çağırır, deyir, yaxşılıqlarda yarışın. Yarışın xüsusiyyəti nədir? Yarışda ləzzət var, düzdür? Yarış ona görə yarışdır ki, orada ləzzət var, zövq var. İmam Sadiq Aleyhisselamın sözünə baxın, görün necə stresi çıxardır canımızdan. Baxın, İmam Sadiq Aleyhisselam deyir ki, cəhənnəmə getməməyimizə mən zamin. Bunları sevənlərə deyir, Əhl-i Beyt sevənlərə. Deyir, mən İmam Sadiq zaminəm, cəhənnəmə getməyəcək. Bu stresi çıxardın içimizdən.
Bəs deyirsən, Həzrət Əlidə deyir, Allah məni cəhənnəmə aparma. Keçmişdə izah eləmişəm, o stres deyir, o başqa şeydir. O eşqbazlıqdır Allahla. Eşqbazlıq mənfi, mənada işlənir, amma Allahla olanda müsbət bir sözdür. Deyir ki, mən sizin cəhənnəmə getməməyinizə zaminəm. Ondan sonra deyir ki, fəttənafəsu fid dərəcat. Amma dərəcələrdə yarışın bir-birinizlə. Siz artıq qəbul olunmusunuz dünya çempionatına. Kənarda deyil. Amma dərəcələr var da, birinci yer kim tutacaq, ikinci yer, üçüncü yer. Bunun üçün çalışın. Yəni, cazibəli bir mühit yaradın. Fəza yaradın. Yüksək hədəflər üçün çalışın. Adamların çoxu heyzarıyır, çətindir, yaxına gəlmir bu müsabiqə mühitinə, yarışa girmir. Gir yarışa gör nə qəşəngdir. Quran deyir, fəstəbiqul xeyrat, sari'u ilə məğfirətin min rabbikum. Fəstəbiqul xeyrat, yəni xeyir işlərdə müsabiqə eləyin, yarışın, tələsin Allahın rəhmətinə tərəf. Dini çətin görən bu fəzaya daxil olmur. Fikir vermişsiniz, həyat oyunla başlayır, 7 yaşa qədər uşaq oynamaqla məşğuldur. Yəni, oyun, müsabiqə, oynamağın da yarışdır da, uşaqlar görsən yarışır, güləşir. Yəni, həyatın zatı budur. Onu başa salmaq üçündür bu. Sizə demişdim də, apardılar, Quran hafizi vardı, mən o uşağı görmüşdüm. 5 yaşı vardı, 97-ci ildə, mən həcdə olmuşam ilk dəfə, 97-də. Onda, bəziləri 97-də elə yox idi də, dünyaya gəlməmişdi. İndi yavaş-yavaş mən başa düşürəm ki, mən qocalıram yavaş-yavaş. Dünənə qədər kimə baxırdım, deyir, məndən 1-2 yaş böyük olar, elə baxırdım. Sonra soruşurdum, deyir ki, məsələn, məndən bir 20 yaş balaca adamdır. İnana bilmirdim, indi yavaş-yavaş inanıram buna. 97-də mən həcdə olmuşdum birinci dəfə, orada o uşağın 5 yaşı var idi. Gətirmişlər ora, Quran hafizi idi. Yəni, çox möcüzəvi bir şeydir də. Quran hafizi olmaqdan başqa deyirəm də, məsələn, danışmışam, bunu sizə deyirdim ki, filan səhifə, filan cümlə, məsələn, Quranda nədir, ayəni oxuyurdu. Deyirdim ki, keç arxa səhifənin ortasına, onu deyirdi. Atası əli ilə nəsə deyirdi, qulağını, məsələn, mən qeyb deyirəm atasına ki, Yasin 15, məsələn. Atası əli ilə bilirdi, onu oxuyurdu. Belə bir qəribə bir. Aparmışdılar bunu mərcəy təqlidlərin birinin yanına, ariflərdən birinin yanına, arif adamın, mərcəy təqlid. İndi gözləyirlər ki, desin, əhsən, bərəkallah, dedi, çox yaxşı, əla, amma 3 dəfə dedi ki, oynamağına mani olmayın. Qoyun oynasın, sonra yoxsa, onu da o demir, mən deyirəm, sonra 40 yaşında başlayacaq oynamağa. Onda da aləmi dağıdacaq oynamaq. İndi bu 7 yaşacan onun oynamağına mani olmayın. Oyun oynasın. Yəni oynamaq dövrüdür uşağın. Oynamaq dövrüdür. Uşaqlıqdan yarışı təcrübə eləsin. Yarışın xüsusiyyəti budur ki, çətin işləri asanlaşdırır. 90 dəqiqə boş-boşuna meydanda o sürətlə qaçmaq olar, çox çətindir, düzdür? Futbolçular qaçırır. 90 dəqiqə, əgər orada adam olmasaydı, heç nə, elə belə desəydilər, 90 dəqiqə dayanmadan qaç ora-bura, çox çətin idi. Amma yarış mühiti neyinir? Cazibəli eləyir və əksinə zövq alır ondan. Və heç bir futbolçunun da yaşı da keçir, 40-a çatır, çatmaq olmur. O zövqü, hamı deyib pula görədir, təkcə pul deyil məsələ. Pul da kifayət qədər var, olacaq da. O, onun cazibəsinə öyrəşib, onsuz qala bilmir. Yarış mühiti çətinlikləri asanlaşdırır. Həmin həddə qaçsa başqa vaxt yorulur, amma yarış cazibəli edir, ağrısını da hiss eləmir. Çünki yarışın bir cazibəsi var. Allah da dini yarış adlandırır. Deyir, daxil olun yarış mühitinə. Sözümü yavaş-yavaş bitirirəm. Yavaş-yavaş. Bax, bu məclis, Xanım Fatimə Zəhra məclisi yarışdır. Və indi biz yarışdayıq. Bu məclisdə kim daha yaxındır Xanım Zəhraya? O göylərdə o müzakirə olunur. Mənə çox pis ad maraqlıdır, bilmirəm də ki, bu məclisdə ən yaxın adam kimdir Həzrət Zəhraya? Çox maraqlıdır. Peyğəmbərlər hərdən soruşub ki, ilahi, sənə mənim qonşum kimdir cənnətdə? Allah aparıb bir kənddə bir qoca arvadı göstərib, bir kişini göstərib, gözləmədiyi adam. İndi bu məclis var, burada oturmuşuq, bizi dinləyənlər də var, canlı evlərdən baxırlar, bəziləri küçədə dayanıb, bayırda dayanıb. Xanım Zəhra yığıb da bizi bura, hə? İndi maraqlıdır, bax, yarış başlayıb burada. Burada Həzrət Zəhraya, İmam Zamana görəsən ən yaxın adam kimdir? Heç qibtə eləmirsiniz o adama. Birdən göstərsələr ki, yanında oturan var, bu Xanım Zəhraya ən yaxın, ən çox istədiyi övladıdır Həzrət Zəhranın bu məclisdə.
Bu yarış hissini gərək itirməyəsən. Yoxsa bu işlərdə yarışmasaq, aşağı dərəcələr işlərdə yarışacaq, pis işlərdə. Maşında yarışacaq, evdə yarışacaq, geyimdə. Bu yarış isə kindir, küdurətdir, paxıllıqdır, həsəddir, bu şeylərdir. Mənəvi yarış isə qabağa getdikcə daha çox təmizlənirsən. Yarış mühitinə girdinsə çətinliyi qalmır, adam keyf eləyir. Əyyam gəlib təzə bu il, mən sizə elan edirəm, yarış başlayıb indi. Kim xanım Fatimə Zəhranın yanında ən əziz adamdır, bunun yarışıdır bu. Biz yarışdayıq indi. Kim indi Həzrəti Zəhraya daha çox yanacaq indi Seyid oxuyanda? Kim yanacaq?